Dünən DTX tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rızayevin prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb. Demokrat-Az mətbuata istinadən xəbər verir ki, İslam Rızayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var. Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. Kivin iddiasına görə villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisinə helikopterin enməsi üçün xüsusi meydança var. Xatırladaq ki, bugün həbs edilən İslam Rızayev da əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı 50 hektar nar bağına da sahibdir.